Meyxana gəncləri kriminala səsləri fikri ilə razısınız. Tək ki, inşallah Azərbaycanda belə bir veriliş olsun ki, baləliyə 51 min manat təklif eləsin, o da çıxmasın. Hələ ki, televiziyanın büdcəsi o deyil baləliyə. Sonra. Elmirin Çəngəl albomundan. Səncə dəyirman iyisinə yaraşan iş idi? Elmir öz tekstlərində heç vaxtı yalan danışmır. Mən fikirləşirəm ki, dəyirmandan güclülər olmayacaqdır. Qaraqan qayıdacaq və dediyiniz kimi də oldu. Retrograd albomu ilə yenidən qayıtdı. Sizcə bu işə Azərbaycan rep dinləyicisi düşüncə olaraq hazır idi? Ekspert, götürək pastırı, Seybu, nə bilim, çox uşaqlar var da, yəni hansılar ki, bu repin önündə gedirlər və geçsinlər də. Bugünkü gənc repçilər underground olmaq istəyir, yoxsa sadəcə tanınmamağı underground adlandırır? Təhlükə yarada biləcək tekstlər var və onları gizlədirlər. Belə bir sual vermək istəyirəm ki, köhnə Bakı insan yetişdirirdi, müasir Bakı isə insanı tükəndirir. Heç vaxtı Bakı fanatı olmamışam. Mən Vasmo fanatıyam. Bakı da Vasmoya ən yaxın şəhərdir. Salam, mən Hüseyn Ağayevin təqdimatında Üzləşmə Plusa baxırsınız. Bugünkü qonağım prodüser Emin Əfəndi. Salam, xoş gəlmisiniz. Salam, Hüseyn. Emin Əfəndi kimdir? Oy, Emin Əfəndi özünə qapanmış, amma özünü qapanmamış kimi göstərən bir adam. Özünə qapanmış, Hə. amma qıraqdan elə görsənmirsən. Amma çalışıram ki, həmişə özümü belə göstərəm ki, güya mən belə kommunikasiya falan, nə bilim nə, introvert, ekstrovert, nə bilim daha doğrusu nədir ondanam. Okey, amma əslində özünə qapanmış bir adamam və daha çox içimdəki hissləri düşünürəm. Uşaqlıqda gələcəkdə kim olacaqsan deyəndə verdiyin cavabla indiki Emin Əfəndi arasında nə qədər məsafə var? Oy, mən doğrudan da, mən çünki uşaqlıq, ola bilər ki, bir çox şeylər yadımda deyil, amma uşaqlığım mən çox yadımdadır. Mən uşaqlıqda, məktəbdə soruşan, məsələn, hamı deyirdi ki, kim nə olmaq istəyir? İndi biz məktəb xatirinə, mən rus məktəbində oxumuşam, biraz, yəni rus dillilərə uyğun cavablar verirdik ki, yəni biz də beləyik falan satıyorum və o vaxt yəqin ki, indi mən məktəbdə demişəm ki, ya kosmonavt olacağam, ya nə bilim, nəsə olacağam, ya atam kimi müəllim olacağam. Yəni elə bir şeylər dedim ki, yəni standartlardan kənara çıxmayım, amma evə gəldim. O vaxtı qəzetlər var idi. Yəni ki, biz qəzetlərə baxırdıq. Məndə qəzetlərə maraq həmişə çox olub. Pionirski Pravdanı tutmuş, Komsomolska Pravda falan. Yəni bu qəzetləri biz alırdıq və qəzetlərin birində oxudum ki, Sovet İttifaqında ən çox pul qazanan peşə şaxtyor peşəsidir. Şaxtaçı. Və gəldim atama dedim ki, mən böyüyəndə şaxtaçı olmaq istəyirəm. Yəni Azərbaycanda şaxtaçı mədənlər bilmirəm var yoxsa yoxdur Azərbaycanda. Yəqin ki var, amma o qədər də deyil də. Daşkəsəndə falan ola bilər. Amma şaxtyor deyiləndə, yəni ki biz Donetsk və yaxud da Qazaxstanda hardasa, o qədər deyil. Almaniyada, Polşada, yəni İngiltərədə, yəni belə şaxtaları nəzərdə tuturdum. Dedim ki, mən şaxtyor olmalıyam, şaxtaçı olmaq istəyirəm. Adam da çox təəccübləndi və mən cavab verdim ki, yəni onlar ən çox pul qazananlardır. İndi sənin sual var ki, o vaxtki Emin Əfəndi ilə indikinin fərq o qədər də deyil. Yəni söhbət puldan gedirdisə o qədər də fərq yoxdur. Bəs Emin Əfəndi bugün özünü daha çox kimi görür? Aparıcı, prodüser, ideoloq yoxsa sadəcə müşahidəçi? Hər cür özümü görürəm. Yəni ona görə mənim üçün biraz çətindir. Əlbəttə ki, bizim əsas işimiz nədir? Əsas işim mənim əlbəttə ki, prodüserlikdir və biz Mir Yusiflə böyük yol gəlmişik. Həddindən artıq böyük yol. Yəni ki, indiki Azərbaycanın şou biznesinə nəzər yetirsək, başa düşürük ki, həddindən artıq böyük yoldur. Dəyirman hələ yaranmamışdan bu yana və bu əgər mən bu yolu biz bir yerdə getmişiksə, yəqin ki, özümü prodüser kimi görürəm. Amma bir də görürsən ki, nəsə dəyişirəm oluram aparıcı, bir də görürsən dəyişirəm oluram nəsə gecələr nəsə yazan adam, Telegram kanalım var, orada mən gecə fikirlərimi yazıram və fikirləşirəm. Yəni onsuz da bütün insanlar məncə belədir. Yəni konkret ola bilər mənim atamdan başqa da. Mənim atam ömür boyu səhər-səhər durub məktəbə gedib, məktəb müəllimi olub, qayıdıb. Yəni ki, bu adamın işi ondan ibarət və heç vaxtı öz işindən başqa heç bir işlə məşğul olmayıb da. Xoşbəxtdir.
mən həmişə fikirləşmişəm ki, mən heç vaxt belə olmayacağam. Yəni adam görə iş görsün falan zadı. Amma yaşa dolduqca başa düşürəm ki, doğrudan da ki, sən düz deyirsən. Ən xoşbəxt adam. Yəni Bir bundan işə fokusu, bir işi fikirləşir. Onda deyəsən bir də hansısa podkastlarda bundan əvvəlki bir dəfə podkastda çıxmışdım. Uşaqların podkastlar adı yadımdan çıxdı. Çənə. Çənə podkastında, hə, çox gözəl podkast idi. Orada biraz Nazim Hikmətdən sitat gətirdim də, oradan çox gülməli alındı. Amma yenə də bu Nazim Hikmətin bir sözü var. Yəni bura uşaqlara buradan göndərmə eləyim. Amma Nazim Hikmətin belə sözü var ki, xoşbəxt adam odur ki, yəni səhər-səhər işə getməyi haqqında fikirləşir və işdə iş bitəndə artıq evə getməyi haqqında fikirləşir. Nəsə belə bir şeydir. Ruslar onu həmişə çox vaxt sitat kimi gətirirlər. Biz evdə də işi fikirləşirik. Mən hər yerdə fikirləşirəm. Mən hər yerdə fikirləşirəm. Ona görə çıxıb gedirəm Martin Luther King-ə, bir də Rabuni Izaura'ya. Bu qədər fərqli işlər görən, həm prodüserlik, həm aparıcılıq və s. və dediyin kimi daim düşünən bir insan, işi düşünən daha çox insan, evə gələndəki fərq nə olur? Evə gələndəki Emin Əfəndi kimdir? Yox, bilmirəm. Məndə bəlkə insanlar var ki, evə gələndə tamamilə başqa adam olurlar. Məndə bu alınmır. Məndə alınmır. Məndə işdə bütün hadisələr, bütün tutaq ki, uğursuzluqlar olanda uğursuzluqlar və yaxud da ki, uğurlu bir işlər, bunlar hamısı mənə evə gələndən sonra mənə yansıyır. Yəni mən evdə də işi fikirləşə bilərəm. Yəni bu amma bir şey var ki, evdə də nəsə olanda ki, hansı ki mənim ola bilər ki, ola bilər ki, mənim nastroyeniyamı deyək də, nastroyeniyamı korlayan bir hal olsun. Mən onu işə də yansıyıram. Yəni mən hər şeyə ürəyimə alan bir adamam da, yəni biraz həssasam və hadisələr məndən elə belə yan keçmir. Yəni bu dəqiqə məsələn sosial şəbəkələrdə nəyə görə zəhləm gedir axırı vaxtlar? Çünki biraz bizim sosial şəbəkələrdə biraz tragediyaya yönümlülük var. Son zamanlar ümumiyyətlə bu çoxdur. Görün kim öldü, görün bunun neçə uşağı qaldı, görün nə bilim nə. Buna istər-istəməz adam baxanda, yəni Negativi çəkir. Onu başlayırsan düşünməyə bütün günü. Bilmirəm nə dərəcə neqativdir. Biz indi bunu neqativ deyirik, amma insanlar üçün bu doğrudan böyük faciədir və artıq sən onu başla fikirləşməyə. Artıq məndə də hər bir şey, hər bir olay, yəni ki, mən o haqqda fikirləşməliyəm. Və gecələrin bir yerində Martin Luther King-i fikirləşirəm, sonra Rabuni Izaura və sonra həmən hadisəni və o da mənə yatmağa qoymur. Belə bir sual verim. Dediyin kimi Dəyirman və Hostun prodüserlığını eləmiş bir adam. Niyə Emin Əfəndi repə baş qoşmur artıq? Nə oldu ki, repdən uzaqlaşdın? Çünki rep çox inkişaf elədi, mən ona çatdırmadım. Mən tam səmimi deyirəm. Səmimi deyirəm. Çünki bizim vaxtdakı replə indiki Azərbaycanda rep biraz fərqli şeylərdir. Ümumiyyətlə o vaxtda Dəyirman olsun, Host olsun, nəsə bir yenilik olanda bu yeniliyi biz eləyirdik. İndi amma sən bu uşaqlarla ayaqlaşmaq biraz birincisi çox çətindir. Rəqabət çox böyükdür. Bir dənə şey var, nəyə görə mən orada deyiləm, ola bilər ki, pullar da o qədər deyil. Amma rəqabət böyükdür və o rəqabətdə mən inanmıram ki, mən hansısa reperlə başlayım işləməyə və yaxud da ki, təzədən repə qayıdım falan və o rəqabəti uda bilərəm. Yox, mənim o indiki cavanların düşüncəsi ilə düz gəlməmək məsələsini deyirsən də yəqin ki. Əlbəttə rep nədir? Rep bugünkü gündür. Yəni əlin nəbzdə olsun həmişə. Birincisi hadisələrdir, ikincisi texnologiyalardır, saniyə-bə-saniyə dəyişən səslərdir, mahnılardır. Yəni dünyada bu belədir və mən görürəm bu bizim reperlər indi demirəm cavanlar, çünki artıq onlar da özləri artıq bu yolda qocalıb. Elə götürək eksperti, götürək pastırı, Seybu, nə bilim çox uşaqlar var da. Yəni hansılar ki bu repin önündə gedirlər və getsinlər də. Yəni ki onlarda bu yaxşı alınır. Onlarda bu yaxşı alınır və gəlib o rəqabət eləyəsən nədir. Mən inanmıram ki, mən istədiyim pulu orada qazana bilərəm. Amma harsa rəqabətə girsəm, ola bilər kiminsə çörəyini əlindən ala bilərəm. O da düzgün deyil. Yəni insanlar bu işdə can qoyublar artıq. Biz çoxdan çəkilmişik, amma işdə insanlar bu işə can qoyublar. Onlar replə yaşayırlar. Yəni artıq bunlar ailələrini o repin çörəyi ilə dolandırırlar. Bu biraz düzgün olmaz. Sən olmasan da, səncə Azərbaycanda və bazarda, bu sahədə kifayət qədər gənc prodüserlər, yaxşı prodüserlər varmı? Yəni sən bir köhnələrdən olan, old school'dan deyək də, olan bir adam.
İndiyə baxanda səncə indi hal-hazırda normal prodüserlər var ki, bu gəncləri belə Var. öz yaşıdlarını da sən necə ki vaxtında öz yaşıdlarınla bərabər çalışmısan aşağı yuxarı, düzdürmü? Və indi də varmı belə gənc prodüserlər ki, onlarla bir tutsunlar, həm düşüncə və həm də onların işlərini apara bilsinlər? Var belə insanlar, çoxdur. Mən də bir neçəsini tanıyıram. Sadəcə olaraq mən fikirləşirəm, yenə deyirəm, ola bilər mən onlardan da zəif olmuşam onların vaxtında, amma biraz böyüyəndən, biraz yaşa dolduqdan sonra görürəm ki, hərəsində nəsə çatmır. Ümumiyyətlə ən əsas məsələ odur ki, insan bizdə bu biraz problemdir. İnsan əgər prodüserddirsə və bu məsləyin sahibidir, belə götürək, o başa düşməlidir ki, o səhnə arxasında olmalıdır. Yəni bunun ən böyük işi səhnə arxasında görülən işdir. Bizdə təəssüf ki, bəzi mən insanları tanıyım, yox, hamısını şamil eləmirəm, amma elə adamlar var ki, həm səhnə arxasında olmaq istəyirlər, həm də istəyirlər ki, hər yerdə desinlər ki, mənim prodüserim filan kəsdir, ay filan kəs, gəlin ona bir əl çalaq, gəlin nə bilim, onu çağıraq, o da danışsın, nə bilim nə. Bunlar əslində həm orada olmaq istəyirlər, həm burada olmaq. Bu biraz çətin məsələdir və inanmıram ki, bu Azərbaycan kimi ölkədə bu biraz alınan məsələ olsun. Yəni var, insanlar var ki, özlərinin prodüserliyini eləyiblər. O var, özlərini belə əstəğfurullah yaradıblar, self-made deyirlər də. Elə insanlar var, amma o insanlar birincisi çox deyil. İkincisi ki, bunların əsas məsləyi səhnədə olmaqdır. Amma istifadə ediblər ki, onların prodüserlik talantı da var və ondan istifadə ediblər. Amma adam var, əgər bunun talantı prodüserlikdir, o səhnəyə can atmamalıdır. Mən heç vaxt səhnəyə can atmamışam. Əslində mənim verilişim 2000-ci ildə bəlkə də Azərbaycanın apardığım veriliş, bəlkə də Azərbaycanın ilk ən reytinqli verilişi olub. İlk. Yəni müstəqil Azərbaycanda söhbət De Gəlsindən gedir və mən artıq bu De Gəlsinə ki, cəmaət baxırdı, insanlar baxırdı filan, yəni reytingi yüksək idi. Efirdən əvvəl necə səninlə danışırdıq, artıq səni tanıyırlar, Moskvada şəkil çəkdirirlər filan zad yox. Məndən də belə şəkil çəkdirmək istəyirlər, telefonlar zadlar yox idi, amma insanlar tanıyırdı. Mən başa düşdüm ki, bu mənim xoşuma gəlmir. Gəlmir. Yox, gəlmir. Mən o adam deyiləm. Hı. Yəni o adamlar tamamilə başqa adamlardır. Hə. Onun üçün gərək doğulasan. Mən onun üçün doğulmamışam. O baxışları, o diqqəti götürmək çətindir. Yəni o mənada doğrudan da çox çətindir və sən daim o diqqətdəsən, daim o gözlər həmişə sənə baxır və psixologiya necəsə onu qəbul eləməlidir. Əlbəttə və sən bilirsən ki, sənin komfortun sənin adiliyindədir. Bax, məsəl üçün mənim komfortum mənim adi insan olmağımdadır. Bu mənim komfortumdur. Mən qohumlarımdır, nə bilim, məhəllə uşaqlarımdır, sinif yoldaşlarımdır, uşaqlıq dostlarımdır, təzə dostlarımdır. Bu mənim komfortumdur. Amma adam var, amma o birisilər bunlar səhnə üçün doğulublar. Bunlar məşhur olmaq üçün doğulublar. Bu tamamilə başqa leveldir. Və orada sən gərək tab gətirəsən. Bu mənim üçün deyil. Amma onlar, məsəl üçün, elə adamlar var və onlar çox adam belə tanıyıram və onlar bunun öhdəsindən gələ bilirlər. Mən məsəl üçün bunun öhdəsindən gəlib, mən elə adam deyiləm. Dəyişməyib də, həm də arxası. komfortda yaşamağı, o baxışlardan sonra saxlamağı bacarmaq. Tamamilə başqa. Bu tamamilə başqa leveldir. Biz indi fikirləşirik, məsəl üçün, kimsə Hollywoodda, kimsə nə bilim Türkiyədə, Rusiyada, nə bilim nə, gəldi bax görsə şəkil çəkdirdi, nə sadə adamdır falan zad yox. Amma bunun içində mən biraz məşhurlarla işləmişəm deyə mən başa düşürəm ki, onun əziyyəti tamamilə başqadır. Tamamilə başqadır. Sən elə Mir Yusifi götürək, adamlar biri var, məsələn, ya toydur, ya da hansı konsert proqramıdır falan və səndə orada nə bilim, bir 100 nəfər, 150 nəfər, 200 nəfər gəlib ki, məsələn, şəkil çəkdirmək istəyirəm. Və sən heç kimin xətrinə dəyməmək məcburiyyətindəsən, hamı ilə şəkil çəkdirirsən, hamından nəsə danışırsan Bir falan. yerdə kofe dostcasına oturub rahat kofe içə bilmirsən, 5 dəqiqə davada. Ola bilər həmən an sən nə bilim, su istəyirsən, nə bilim nə istəyirsən, evdə problemin ola bilər, amma sən məcburən sən bu rolu oynamalısan. Məsəl üçün, məndə bu alınmaz ömür boyu. Mən deyirəm, qardaş, məsəl üçün, əslində bəlkə mən məşhur olsaydım, mən deyirəm, qardaş, sən Allah bağışla, mən çıxıb getməliyəm və yaxud da ki, get kimdən şəkil çəkdirsən, çəkdir də. Çünki bu mənlik bir şey deyil, bu mənim deyil. Amma adamlar var, onlar bunu bacarırlar. Bu tamamilə başqa bir şeydir. Bir çox müsahibələrində, ümumiyyətlə fikirlərində underground sözünü çox istifadə edirsən.
Bəs keçmiş dövrlərdə underground var idi və indiki dövrlərdə də artıq demək olar ki, underground-a aid, yer altına aid heç nə qalmayıb. Bugünkü gənc rapçilər underground olmaq istəyir, yoxsa sadəcə tanınmamağı underground adlandırır? Vallahi özləri bilərlər necə adlandırmaq istəyirlər özlərini. Sadəcə olaraq underground nədir? Underground insanlar nəyə görə undergroundda olublar? Ona görə ki, onların təbliğ etdiyi musiqi qadağalar qarşısında olub. Düzdür? Biz bu underground kimi deyə bilərik də, nə bilim o vaxtı Viktor Tsoydu, nə bilim Rusiya rokudur, Rusiya rapidir o vaxtların, nə bilim rap o qədər də underground da olmayıb. Əsasən underground da rock olub. Bir də ki, insanların musiqini qəbul etmə, əksəriyyətin həmin musiqini qəbul etməməsi, tutaq ki, amma bir qismin o musiqini sevməsi, o da undergrounddur. Underground bir ara, məsələn, bizim vaxtımızda 90-larda rap underground idi, nağılbaz underground idi, Elşad Xosa underground idi. Çünki insanlar hələ rapi bilmirdilər nədir. Rapə qarşı bir böyük qismdə bir antipatiya var idi və Azərbaycan dilində rap hardasa insanlara deməzdim Yad qıcıq idi. yaradırdı, amma yad idi. Belə necə kimsə tutaq ki, fransızca aşığı qulaq asırsan da, tutaq ki, da fransızca aşıq necə ola bilər? Qulaq asmayacaqsan ki, nə bilim orada tamam, je ne sais pas, ben aşıq nazım. Muğam stilində Hə də deyil. indi başa düşürsən də mən nəyi deyirəm də. Underground-a maraq oldu. İnsanlar başladılar yavaş-yavaş underground-a maraq eləməyə və insanlar əgər underground-a maraq eləyirlərsə, əksəriyyət bu artıq underground-luğundan çıxır. Ümumi cəmiyyətə qədər qalxırsa, bir də hamının qulaq asdığı bir bir şey. fransız kinosu var idi. Uşaqlıqda baxmışam, indi bilmirəm də harda. Bəlkə indi tamaşaçılar bizə baxanlar bəlkə bilirlər. Deməli bir dənə kənddir, fransız filmidir. Və o kənddə deyilənə görə ən çox yaşayan adamlar ordadır. Nə bilim 150 il, 170 il. Araşdırırlar, eləyirlər. Yavaş-yavaş gəlir jurnalistlər gəlir filan zat, ondan intervyu, bundan intervyu, nə bilim kimsə burada başlayır ev tikməyə, kimsə nə bilim orada nə bilim yayını keçirir. Artıq belə artıq bunu adiləşdirirlər və film ondan bitir ki, indi kimsə evini satmaq istəyir, kimsə daha çox pul istəyir, nə bilim belə bir filmdir. Axırda da kimsə orada 40 neçə yaşı var idi və yaxud 30 neçə yaşı var idi, ürəyi tutur ölür. Yəni artıq buradan keçirlərdi. Yəni ki underground o vaxt underground idi ki, bu biraz gizli idi və geniş tamaşaçı kütləsi onları tanımırdı. Onda underground idi. Amma geniş tamaşaçı kütləsi əgər buna meyl eləyibsə və Azərbaycanda doğrudan Artıq da toylara qədər gedib çatırsa. Azərbaycan doğrudan geniş tamaşaçı kütləsi, yəni mən bunu müsbət hal kimi deyirəm. Underground da meyl göstərdi, rap undergrounduna. Söhbətə yəqin ki, rapdən gedir də. Çünki bizdə rock inkişaf eləmədi. Heyf ki. Artıq bu undergroundluğundan çıxdı. Və ola bilər ki, bu indiki öndə olan reperlər Azərbaycanda bəlkə onların müsbət cəhətidir, bəlkə onlara görə bu baş verdi, o da ola bilər, amma ki, burada mən qəbahət bir şey demirəm, bir şey görmürəm. Yəni indi underground bəlkə də hardasa var, ola bilər sözlərdə var, ola bilər elə bir tekstlər var ki, bunlar biraz təhlükə yarada biləcək tekstlər var və onları gizlədirlər, o da ola bilər və onu hardasa biz underground saya bilərik. Okay, amma indi belə nə bilim, hətta underground adlı veriliş var ictimai televiziyada, hansı ki undergroundda güya olan insanları çıxardırlar efirə, metroda və onlar da artıq nə underground var idi, onları da dartıb çıxartdılar, heç onlar da yoxdur artıq və onlar da kommersiya musiqisinə meyl salıblar və bu belədir. Biraz istəyirəm Dəyirmandan danışaq və Dəyirmanın keçmiş üzvünün, artistinin birinin yeni albomundan, Elmirin Çəngəl albomundan. Səncə Dəyirman irsinə yaraşan iş idi, yoxsa adın ağırlığına altında qalan bir cəhd? Dəyirman irsinə yaraşan bir iş idi. Əgər bir şey başlamaq lazımdır və bilmək lazımdır və bilirsə də Çünki Dəyirman öz bir stili var idi da, yəni. Elmir Dəyirmandır da, düzdür? Məncə o sual da ona görə. 4 nəfərdən biridir. Eyniliklə sən sual verə bilərsən ki, Elmirin özünə yaraşan bir stildir. Belə. Məncə Elmir Bakıda deyil. Elmir New Yorkda, səhv eləmirəmsə, New Yorkda yaşayır, Amerikada yaşayır, New Yorkda yaşayır. Yenə də bax məsəl üçün mən gecələr oturub nəsə yazıram. Nəsə yazıram. Ola bilər səhər-səhər oxuyub deyirəm ki, bu niyə yazmışam? Ümumiyyətlə bu nədir? Elə şeylər var. Yəni hardasa fikirlərimi kağıza deyək də, kağız üzərinə qoyuram və qalır orada. Elmir həmişə yaradıcı insan olub, həmişə söz adamı olub. Elmir də qürbətçilikdədir də, yəni qürbət ölkədədir. Yəqin ki, ürəyi buradadır və onun yazdıqları
mətn olaraq nəzərdə tutursan, yoxsa musiqi Həm olaraq? musiqi, həm mətn. Hər ikisi bir. Yəni nə deməksən? Deməksən ki, Ümumi bir iş olaraq. deməksən ki, zəif işdir. Mənə görə hə. Mən qulaq asmışam belə. Yəni mən o Elmiri tanımışam dəyirmana görə və Elmirin özünə yəni insan olaraq demirəm də, yəni bir artist olaraq dəyirmana görə tanıdığım üçün də və məncə mənim pokoleniyam deyim də, mən 80-90-ların uşaqları hansı ki Elmiri artıq o adım belə görəndə Eldefismir və onun bir albom görəndə biz istər-istəməz ona bağlamalıyıq və bağlayırıq da və repdirsə söhbət. Və heç xoşum gəlmədi. Yəni sıfır demək olar ki. Başqa şey gözləyirdin. Hə. Okay. O deyəsən 2000 neçənci il idi. Polşa və Ukraynada Avropa çempionatı gedirdi. Ya Avropa çempionatı Rusiya çox belə zəif nəticə göstərmişdi və Arşavini məşhur futbolçularını Rusiya fanatları hardasa restoran, kafeydə orada dedi ki, biz sizdən deyir bunu gözləmirdik. Söylədi. O da qayıtdı ki, Rusça vaş ожидание это ваши проблемы. Hə. Sən Yəni gözləntilərin sənin problemin. Hə, sənin gözləntilərin sənin problemlərindir. Rap nədir də? Elmir heç vaxt bir şey var. Yalan danışmayıb. Elmir öz tekstlərində heç vaxt yalan danışmayıb. Elmir deməyib ki, mən nə bilim beləyəm, nə bilim nə, mən nə bilim dünyada nə bilim nəyəm zadı. Ola bilər məsələn hansı mahnılar olur ki, məsələn o stilli mahnılardır. Hətta orada belə Elmir çalışıb ki, düzgünlüyünü qorusun. Elmir nə var onu yazır və nə var onu oxuyur. İndi onun New Yorkdakı həyatı və oradan boylanıb Azərbaycanda nələr olub, nələr keçib, bu belə görür. Ola bilər biz Azərbaycanda bunu indi bu dəqiqə deyirik ki, yox, çox zəifdir. Amma ola bilər 3 ildən sonra, 1 ildən sonra, 2 ildən sonra biz onu tamamilə başqa cür anlaya bilərik. Mən elə fikirləşirəm və ümumiyyətlə mən fikirləşirəm ki, dəyirmandan güclü rəpərlər olmayacaq da. Yeraltı verilişində belə bir söz istifadə etmişsiniz ki, Qaraqan qayıdacaq və dediyiniz kimi də oldu. Retrograd albomu ilə yenidən qayıtdı. Sizcə bu işə Azərbaycan rep dinləyicisi düşüncə olaraq hazır idi? Yəni onun dərinliyinin, o albomun dərinliyinin və orada deyilən ifadələrin, istifadə olunan mənaları başa düşüləcək qədər dərinliyə gedə bilir? Sən dərinliyə gedə bilirsən, qulaq asanlar. Mən qulaq asmıram. Deməli, burada nəticə nədir? Qulaq asanlar dərinliyə gedə bilirlər. Qulaq asanlar var da. Amma qulaq asmayanlar heç vecnə deyil. Yəni budur. Səncə qulaq asanların hamısı onun dərinliyinə gedə bilir? Yəni elə düşünür ki, yəni dərinliyə gedə bilir ki, qulaq asır. Yəni bu da normaldır. Yəni, mən vaxtilə hansısa kitabı oxuyurdum, tutaq ki, nə bilim. Doğrudan elə olub, uşaqlıqda fikirləşdim ki, mən oturub Kapitalı oxuyacağam Karl Marxın. Bu uşaq kitabı deyil, qurumum, sən get işinlə məşğul ol. Oturdum, biraz oxudum, amma bir-iki dənə şeylər doğrudan da özümə götürdüm. Mən o vaxtı fikirləşirdim ki, mən bunun dərinliyinə gedib mən bunu başa düşürəm. Amma əlbəttə ki, 13-14 yaşlı uşaq Marksın Kapitalını başa düşməyi üçün, yəni bu qeyri o dünya təcrübəsi, o dünya görüşü yoxdur da onu başa düşürəm. Mümkün olan şey. O bir biri tərəfdən Antoine de Saint-Exupéry'nin Balaca Şahzadəsi var. Sən onu oxuyanda fikirləşsən ki, məsələn mən onu oxumuşam, o da 12-13 yaşımda, mən də fikirləşmişəm ki, doğrudan mən bu kitabı başa düşdüm ki, nə gözəl kitabdır. 25 yaşında yenə oxudum. Mən başa düşdüm ki, 13 yaşında mən heç nə başa düşməmişdim, indi başa düşürəm. 35-də yenə oxudum, 45-də yenə oxudum. Hər yaş dövrü üçün tamamilə başqa bir şeydir. Elxan da yazanda, Qaraqan yazanda, onun mətnləri, yəni bugün ola bilər başqa cür səslənir, amma 5 ildən sonra tamamilə başqa cür səslənəcək. Yəni bu söhbət onun hamı bilir, yəni bu heç kəs sir deyil. Mən heç vaxt Elxanı, Qaraqanı reper kimi qəbul eləməmişəm. Yəni ki, reperdir, aydını qəbul da eləmişəm, biraz düz demədim. Sadəcə olaraq mənim ona hörmətim, sevgim bir reper kimi yox, bir yazıcı kimi, bir filosof kimidir. Yəni mən onu filosof kimi hörmət edirəm, filosof kimi onu sevirəm. Yəni Azərbaycan dinləyicisi dediyin kimi bütün qulaq asdıqlarını başa düşürmü, yoxsa ona belə deyim də, sound da olsa, yəni soundu da sevir, musiqi belə onu apara bilir, amma söz onun üçün o qədər də kəsb eləmir. Yəni səncə söz daha vacibdir onun üçün? Yəni başa düşür qulaq asdığı hər bir şeyi? Mən fikirləşirəm ki, ümumiyyətlə sound dediyin şey, musiqini və soundu mən inanmıram ki, əksəriyyət başa düşsün. Amma sözü daha çox başa düşür. Amma sözü söz Azərbaycanda elə bir şeydir ki, onu hamı başa düşür.
hərə öz bildiyi qədər onun mənasını başa düşür. Çünki bizim xalqımız biraz sözə daha çox meyllidir. Yəni otur indi fikirləş ki, Azərbaycanda muğam var, muğamı hamı başa düşür. Elə deyil axı. Muğamı başa düşən, sırf muğamı başa düşən ola bilər ki, nə bilim müəyyən faiz insanlardır, hansılar ki, doğrudan da ki, Allah bunları belə yaradıb və yaxud təhsilləri belədir ki, bunlar oturub normalda muğamı başa düşə bilirlər. Düzdür? Amma yəni muğam da olmasın, hansısa bir cazın nə bilim belə çətin versiyaları olsun və yaxud da hard rap olsun və yaxud nəsə belə bir şeydir. Okeydir, yəni o qədər də sağ Meyxananın da sevilməyi bundan irəli gəlir deyə bilərik ki, insanlar bu qədər meyxananı sevir ki, sözə daha çox Çünki bizim millət sözə qiymət verə bilən millətdir. Ona görə də meyxana Ola da bu bilər qədər başqa millətlərdə bu hamısında olmaz. Amma bizim millətdə bu var. Ona görə də meyxana da bizdə populyardır, rap də populyardır. Mən fikirləşirəm çünki burada söz əsas rol oynayır. Bizim şairlərimiz populyardır. Yəni söhbət öndə olan şairlərimiz, bundan əvvəlki şairlərimiz götürək hansı ki, artıq rəhmətə gediblər, Allah onları rəhmət eləsin. Yəni onları belə baxanda Azərbaycanda Nüsrət Kəsəməlini hamı tanıyır. Səməd Vurğunu hamı tanıyır. Nə bilim Hüseyn Arifi tanıyırlar, Müşkəhan Müşfiqi tanıyırlar. Amma başqa bir cəmiyyətdə sən otur dinən ki, tutaq ki də Rusiyada 59-cu ildə, 73-cü ildə falan şair var idi. Onu tanıyırsınız. Mən inanmıram ki, düz rus milləti biraz daha çox ədəbiyyata meyllidir, amma inanmıram ki, nə bilim və onlarda şair həddindən artıq çox idi. Bir rusların bir kəlamı var idi. Россия poet больше, чем poet. Rusiyada şairdən çox şairdir də. Yəni belə bir şeydir. Amma bizim qədər onları ikonalaşdırmayıblar. Razıyam. Yəni söhbət burada Brodskidən, söhbət nə bilim Axmatovadan, Svitayevadan getmir də. Söhbət yəni ki, onlardan sonra gələn şairlərdən, yazıçılardan gedir və onlar ikonalaşdırmırlar. Amma bizim millət sözə qiymət verə bilir deyə bizim şairlər, bizim yazıçılar, klassiklərimiz onlar hamısı ikonalaşıb. Emin Əfəndi olaraq insanlar səni daha çox rapin prodüseri, bir rap qruplarının və artistlərin prodüseri deyir də, mənim fikrimcə, o camiyyədən biraz insək, TV izləyicilər səni daha çox meyxana ilə tanıyırlar və deyərdim ki, meyxananın o vaxtki 2000-ci illərdə inkişafında da sənin Degəlsinin rolu böyükdür və hal-hazırda kəlmə-kəlməyə yeni verilişdən danışsaq. Degəlsinlə kəlmə-kəlməyəni eyni tərəzidə dayana bilərmi hal-hazırda, yoxsa bu artıq başqa bir oyundur? Bu artıq başqa bir oyundur və Degəlsindən bəhrələnmiş bir oyundur. Eyni dayanmağı da biraz düzgün deyil. Nəyə görə? Çünki Degəlsin vaxtında ölkədə 2-3 telekanal var idi, 4 telekanal var idi. İndi maşallah telekanallar da çoxdur. Maşallah internetimiz də boldur, sosial şəbəkələr də çoxdur. Çeşid də çoxdur, kontent də çoxdur. Ona görə biraz çətindir. Amma yenə də bizdə alınır. Mən deyərdim bizdə alınır. O biri tərəfdən də meyxana bu dəqiqə əvvəl meyxana ümumiyyətlə sosial şəbəkələr yox idi. İnsanlar meyxananı efirdə eşidəndə onlar üçün artıq bu egzotik bir şeydir. Və get-gedə həmən egzotika mindi, yəni ki, show-biz səviyyəsinə gəldi çatdı. Amma indiki dövrdə insanlar bilirlər meyxana nədir. İnsanlar bayaq dediyim kimi sözə qiymət verə bilirlər. Sərbəst meyxana efirdə biraz çox çətindir. Məncə o vaxt daha çox buna Yox, inkişaf gedir. Yox, bu dəqiqə sən çıxmayla meyxana dinən o qədər də qulaq asılmır. Çünki əvvəllər buna daha çox çıxmaya daha çox meyilli deyildi. Əvvəllər ümumiyyətlə insanlar bizə meyxana biraz Bakı folkloruna aid olan bir şeydir. İnsanlar bilmirdilər o qədər meyxana ola bilər, meyxana haqqında eşitmişlər, amma dərinliyinə getmirdilər. Amma sonra məsələn Degəlsindən sonra Namiq Qaraçıxurlunun rəvayətindən sonra Rəşad Vüqarbidə Pərvizin muzikalni meyxanalarından sonra insanlar artıq meyxanaya daha çox meyl göstərməyə başladı və nəyə görə üçünü də adını çəkdim. Yəni 3 dalğa olub. Meyxananın inkişafında Azərbaycanda 3 dalğa olub və o dalğaları və ondan sonra inkişaf elədi. Amma indi vəziyyət elədi ki, efirdəki meyxana sosial şəbəkədəki meyxanalardan biraz geridə qalır. Nəyə görə? Çünki sosial şəbəkələrdə daha sərbəstdir. Daha istədiyini deyə bilirsən, daha sən fikir vermirsən ki, nə bilim məni hardan çəkdilər, necə açıq platformada, meyxanalar, cəmaət yazılar, TikTokda filanzada qulaq asılır. Bizim çətinliyimiz ondan ibarətdir ki, biz həmən o meyxananı yenidən, amma həmən o meyxananı yəni keyfiyyət cəhətdən
meyxana keyfiyyəti cəhətdən təzədən onu efirə gətirib və efir keyfiyyəti verdi ona. O da get-gedə daha yaxşı baxılır. Mən fikir verirəm və məncə veriliş kimi çox uğurlu layihədir. Bax, həm köhnə dalğa meyxanaçıları o vaxtdan tanıyırsan və bilirsən, həm də indiki kəlmə-kəlmədən indikiləri nisbətən tanımış oldun. Səncə bu köhnə dalğa o vaxtki meyxanaçılarla, içində indikilər də var ki, hansı ki, həm o vaxt idi, həm indi, amma nisbətən bu generasiya biraz dəyişir də istər-istəməz. Necə ki, repdə bayaq danışdıq bunu. Yeni ilə köhnənin arasındakı, meyxanaçıların arasındakı əsas xüsusiyyət fərqləri hansılardır? Bu hər yerdə belədir. Bu Turgenevin ataları və oğullar yadıma düşür. Heç vaxt atalar oğulların işlərini bəyənməyiblər, oğullar da ataların işlərini bəyənməyiblər. Bu hər yerdə belədir. Yəni dünya yarandıqca belədir. Meyxanada da, repdə də eyni proseslər gedir. Yeni meyxana deyənlər çıxırlar ki, hansılar ki, onlardan 20 gün əvvəl sənətə gələnlər heç onları bəyənmirlər. Belə bir şeylər olur. Məsəl üçün bizdə o kəlmə-kəlməyə də meyxana deyənlər var elə. Tutaq ki, mənim xoşuma gələn meyxana deyənlər var. İndi bir adlarını çəkmək düzgün deyil. Kimisi adını çəkəcəm, kimisi adını çəkməyəcəm. Amma mütərəqqi fikirli meyxana deyənlər peyda olub, çoxdular. O adama biraz meyxananın gələcəyi üçün adam fikirləşir ki, əmin əllərdədir. Sonra verilişimizdə iştirak eləməyən uşaqlar var. Hansılar ki, mən doğrudan sənətlərini yeniləyiblər. Yəni nə mənada? Yəni köhnə meyxananı demirlər. Bunlar həmişə istəyirlər nəsə yeni bir şey gətirsinlər. Ruslan var, Cahangeş var, yaxşı meyxana deyənlərdir. Bizim verilişdə iştirak eləməsələr də, amma Ruslan dəstəyini verir. Sağ olsunlar. Məsələn, o meyxana deyənlərə mən özüm də qulaq asıram. Kamran var, Kubinko, mən ona qulaq asıram. Baba var, Baba Qədirli, mən onlara qulaq asıram. Bir də bizim kəlmə-kəlməyə də iştirak edən 16 nəfər, hamısının adını çəkə bilməyəcəm. Amma hamısı Mehman Əhmədli var. Yəni bu dəqiqə hamının adını çəkməli, hansı ki bizə doğrudan kömək eləyir. Axund Azər var. Elcan var. Da hamının adını çəkdim, keçəcəm operatorlara da. Belə. Veriliş çox qəşəng veriliş alınıb. Hətta bu yaxınlarda Balali hansısa verilişlər deyəndə Xəzərdə gedən verilişdir. Hansı verilişə çıxmışdı Balali? Nicatgilin verilişləri. Orada deyir ki, mən 51.000 manat təklif elədilər, mən çıxmadım, nəsə belə bir şey dedilər. Valla tək ki inşallah Azərbaycanda belə bir veriliş olsun ki, Balaliyə 51.000 manat təklif eləsin, o da çıxmasın. Hələ ki televiziyanın büdcəsi o deyil Balali. Sorry. Və heç kəs bunu təklif eləməyib. Yaxşı, meyxana gəncləri kriminala səsləri fikri ilə razısınız. Yəni el arasında cəmiyyətdə belə bir fikir vardı oradan da. Səbəbi də az-çox bilirik. Meyxana hamısına şamil eləmirəm əlbəttə ki, amma var içində hansı ki adı kriminallar da keçib və yaxud pis vərdişlərində və s. Ümumiyyətlə bu meyxananın ictimai şüura müsbət təsir etdiyi tərəfləri varmı? Əlbəttə var. Bunun üçün gərək meyxananın xiridarları deməyim, bunu gərək meyxana deyənlər özləri desinlər. Hansı şeylər var? Çünki burada biraz konkret o janra aid olan söhbətlər var ki, yəni demək olar ki, yaxşı təsirləri əlbəttə ki var. Yəni istənilən musiqi, istənilən poeziyanın yaxşı təsirləri var. Kriminala gəldikdə isə biraz mənə bu heç vaxt çatmayıb. Nəyə görə meyxananı həmişə kriminalla eyniləşdirirlər ki, kriminal belədir? Mənə bu çatmayıb, sözün açığı. Nəyə görə? Çünki tutaq ki, götürək, Robin Hoodu götürək. Robin Hood insanları kriminala səsləyən bir eposdur və yaxud da ki, əfsanədir və yaxud filmdir. Məncə amma orada yaxşılıq edir. Yəni ki, dünya durduqca bu var da. Yəni ədəbiyyatı biz fikirləşməmişik. Və meyxana biraz sadə ədəbiyyat olduğu üçün nə mənada? Çünki sən bədahətən deyirsən bunu və biri var kağızda nəsə yazırsan, hansı ki illərlə qalır. Bir də var ki, sən istənilən meyxananı götür, meyxana bədahətən sözü kağıza yaz, ver. Yəni bu artıq o qədər də yüksək poeziya sayılmayacaq. Meyxanadan da həmişə istifadə ediblər. Nəyə görə? Bax, tutaq ki, 2-ci Dünya müharibəsi başlayanda və Azərbaycan Sovetlərin tərkibində vuruşanda meyxanadan bir ideoloji propaganda kimi istifadə ediblər. Yəni Əliağa Vahid hətta onun həyatında var ki, onu göndərirdilər əsgərlərin kəndlərə falan və faşizmin nə olmasını insanlara meyxana vasitəsilə sadə ədəbiyyat, filmdə də bu var. Orada Hitleri canlandırırlar ya da ki, necəsə olur da. Yəni bu sadə agitasiya formasıdır. Və həmin o agitasiya formasını sən istənilən tərəfə
istifadə edə bilərsən. Amma meyxananın təsir gücü biraz o birisilərdən fərqlidir də. Məsələn, Tutaq ki, də Aydının məsəl üçün Allah rəhmət eləsin Allah Aydına. Sabah Şuşada istilik 15 dərəcə, Arsars havası haqqında elan verirdik. Yəni söhbət o vaxtdan gedirdi ki, yəni barışmayaq, torpaqlarımızın itkisindən barışmayaq deməklə. Yəni bu da bir formadır. Hamının da yadında qaldı bu. amma mövzu hansısa bir mənim məsəl üçün tərəfdən baxdığımda bu suala məni məsəl üçün narahat edən tərəfi daha çox efirdə gedən meyxana deyil də, çünki efirdə gedən bir meyxananın onsuz da bir efir çərçivəsi var da, hansı ki oradan çıxa bilmirlər. Orada o istifadələrdən istifadə edə bilmirlər. Belə deyim də, orada içki məclisi yoxdur və daha çox fikirlərini düzgün ifadə edə biləcək sözlərdən istifadə etməyə çalışırlar ki, bunu Daha başa düşdük. mədəni olmağa Daha çalışırlar. mədəni Okey. söhbətlər gedir və başa düşürəm. Bu okey. Bunu qoyduq bura, bu yaxşıdır. Amma bunların da təsir edə biləcəyi, məsələn, bizim hamımız bilirik, Azərbaycanda yaşayan ciyər axşamları, toy axşamları, hansı ki burada içki də var, hansı ki burada yaxşı olmayan nalayiq ifadələr də var, atmacalar da var, bu da var və həmin o yerə yığışan, əsasən biz kişilər daha çox bilirik də, belə məclislərdə iştirak edən adam. Bu həmin o zamanlarda, o axşamlarda, o içki məclisi olan yerdə bu biraz daha bizim, belə deyim də, bizi apara bilir. Yəni insanlara daha çox təsir edə bilir. Çünki o vibe-a düşür deyək də, bu yeni sözlə desək. İndi tutaq ki, Hüseyn, bizim danışırıq da efirdir. Heç kəs nalayiq ifadə işlətməyib. Nə sən, nə mən. Bir-birimizə hörmət olaraq oturmuşuq, danışırıq, söhbət eləyirik, çoxdan bir-birimizi tanıyırıq. Amma efir olmamışdan qabaq biz burada başqa söhbət eləyirdik, qardaş. Biz söyüşdə söyürdük, biz elə şeylərdən danışırdıq ki, hansılar ki, efirdə danışmaq mümkün deyil. Yəni zarafatımız qədər filanca deyirəm, bunları eləmişik. Yəni bu da onun kimi bir şeydir. Yəni bu insandan asılı olan bir şeydir, qardaş. Sən orada əgər məsələn meyxana adamdır, meyxana deməyə çağırıb, gəl meyxanadır. Görürsən ki, burada dostlar, qardaşlardır. Sən zarafat da eləyə bilərsən. Orada kütlələrdə yığılışıb 200 nəfər, 300 nəfər. Sadəcə mini bir şey konsert olmuş kimi bir şey olur da. O kütləni qoy qırağa. Və o kütləni qoy qırağa. Söhbət orada onu çəkib efirə verməkdən gedir və o daha çox kütlədir. Yəni bu artıq oradakı videoların kütləyə getmək məsələsi var. Sosial şəbəkələrin inkişafından Bəli, sonra bəli. gərək sən hər dediyin söz, cəmiyyətdə hər dediyin sözə görə fikir Bana verəsən. gətirib çıxartmaq Çünki sabahları buna cavab ver, buna Əvvəl görə hansı cavab bir verməli kasetdə olacaqsan. qalırdısa maksimum bir evdə, bir rəfdə və ildə bir dəfə bir 5-6 nəfərin yığılışıb baxdığı bir süjetə çevrilirdisə də, belə deyim, biz zapisə çevrilirdisə, bu artıq orada məsələn o 200 nəfər yığılışır, bir kənd adamları yığılışır, onu çəkir, hərə bir tərəfdən çəkib, hərə bir tərəfdən də bilir ki, alqoritm necə işləyir, az çox sosial şəbəkələrin ki, bu kontent tutacaq və o tutuzdurmağın el Və arasında meyxana deyən də orada sırf emosional baxımdan daha emosional olur ki, bu meyxanası qəşəng alınsın və bunu insanlar paylaşsınlar. Bu qədər. Bu da meyxananın burada söhbət problem, burada meyxana problemi deyil. Burada sosial şəbəkə problemləridir. Amma bu meyxanadır. Biraz biz meyxananı düzdür, bəlkə meyxananın inkişafına əlaqədar. Biz onu biraz kiçiltmək istəyirik. Öz halından da daha çox kiçiltmək istəyirik ki, belədir, qardaş, sənətdir də. İnsanlar buna görə, nə bilim, evinə pul aparır. İnsanlar, nə bilim, oturur gecə-gündüz fikirləşir ki, mənə filan qayfiyyəni tutsa, mən belə cavab verəcəm, belə deyəcəm, bu dəfə filanca adını çəkəcəm. Bu artıq var. Azərbaycanda meyxana ata-baba hicri dövründən bu günə kimi var. Və yaxud da ki, mən bir də film eləmişdim meyxananın tarixindən. Yəni, nə bilim, Herodotda kimi, nə bilim, bu ərazilərdə insanlar, nə bilim, bədahətən sözdür. Və həmən o bədahətən söz fransızlarda da var, fransız ədəbiyyatında da var, rus ədəbiyyatında da var, Amerikada da var, hansı ki, sonra rep oldu və hamımız burada əl çalırıq ki, halaldır, nə bilim, və yaxud Rusiyada Oksimiron falan kəsə belə cavab verdi, bədahətən. Kişi, bu bizdə də vardı. Bizdə bunun adı meyxana idi. Sağ olsun Mazigel elədilər kəllə-kəlliyə batıllar. Orada da gördük, orada da baxdıq ki, doğrudan da bizdə bədahətən söz deyə biləcək adamlar var. Bunun pastoru var, epi var, Vasimoyda Tibu var, Uran var idi. Yəni indi də var Uran, bədahətən deyirdi replərini. Yəni bu var. Bədahətən deyim, aşıqlarımız olub, bədahətən deyən aşıqlarımız olub. Hansı ki, aşıq sənətində bugün bilmirəm, bədahətən deyənlər var yoxsa yox. Amma mən bir Qərbi Azərbaycan ailəsində böyüdüyüm üçün bizim üçün də Aşıq Ələsgər əstəğfurullah, yəni şairdən də böyük adam idi. Və onlar bədahətən deyirdilər bunları. Vasimoy demişkən,
Demək olar ki, bütün çıxışlarında Bakını və doğulub baya başa çatdığın Vasmoyu zonasına bağlı olduğunu göstərirsən. Belə bir sual vermək istəyirəm ki, Göyənə Bakı insan yetişdirirdi, müasir Bakı isə insanı tükəndirir. Bu fikirlə razısan? Yox. Yox, razı deyiləm. Ümumiyyətlə böyük şəhərlər, əgər biz böyük şəhər olmaq istəyiriksə, Megapolis bir olmaq. Bakı sakinləri kimi biz ona hazır olmalıyıq ki, böyük şəhər insanları özünə çəkir və ildən ilə bura böyüyür. Bu bir. İkincisi, mən heç vaxt Bakı fanatı olmamışam. Mən Vasmoy fanatıyam. Bakı da Vasmoya ən yaxın şəhərdir. Bizim belə bir zarafatımız var. Mən həmişə Vasmoya ayırmışam. Bilmirəm, bizdə yəni hər bir belə Bakının qəsəbələri var da. Vasmoy olsun, Razin olsun, Bakıxanov, Əhmədli, Günəşli. Yəni artıq oranın özünə məxsus bir yumoru formalaşıb, özünə məxsus bir həyat tərzi formalaşıb. Ancaq oranı çəkdin, bu tərəf qaldı. Fikir verdim, saydın. Hə. Çünki Ancaq o tərəfi dedim. deyim də nəyə görə? Bu tərəfi demədim. Deyim də nəyə görə? Çünki biz məsəl üçün Əzbəyevdən, Koroğludan o tərəfdə olanda bizə kimsə zəng vuranda məsəl üçün də və yaxud hardasan və yaxud ki orada olanda deyəndə ki hardasan, biz həmişə deyirik şəhərdəyik. Bizim üçün Koroğludan o tərəfi şəhərdir. Bu tərəfdə qalanlar da bura deyirəm. Bu tərəfdə qalanlar Vasmoydur. Vasmoydur, Əhmədlidir, Günəşlidir. Yəni onlara mənim canım da qurban. Nə mənada? Çünki mən o insanları mən çox sevirəm. Çünki özüm orada böyümüşəm. Mən ümumiyyətlə yəni böyüdüyüm yer düz belə Vasmoy bazarının içi olub. Yəni bilmirəm, mən həm bağlıyam. Mən öz yerlərimə bağlıyam. Son işlərindən biri olan Lazımdır layihəsi. Sosial şəbəkələrdə keyfiyyətli kontent etməyinə baxmayaraq səncə layiqi dəyəri görür? Əlbəttə görür. Yəni əgər insanlar heç olmasa bir nəfər, iki nəfər like qoyursa, bir nəfər, iki nəfər yazır ki, sağ olun, çox sağ olun, nə bilim, mən bundan sonra başa düşdüm ki, tutaq ki, Ingmar Bergman kimdir və yaxud Federico Fellini kimdir və yaxud nə bilim, Shakespeare kimdir. Mənim üçün bu gözəl bir şeydir. Bu nədən irəli gəlir? Ondan irəli gəlir ki, mən oturub fikirləşdim ki, bax, özümə fikirləşdim də. Yəni gecələr fikirlər olmur, hansı ki, sənə yatmağa imkan vermir. Adam var məsəl üçün doğulub, nə bilim Bakıda, nə bilim müəyyən yol keçib, nə bilim evlənib, uşaqlarını evləndirib, nəvələrini nə bilim görüb, sonra nə bilim rəhmətə gedib, amma bilməyib ki, həyatda tutaq ki, nə bilim Michael Jackson olub və yaxud da ki, həyatda nə vaxtsa Dostoyevski olub və yaxud kimsə. Mən həmişə fikirləşmişəm ki, necəsə bir şey eləmək lazımdır ki, insanlar demirəm mən bunu insanları maarifləndirmək üçün edirəm. Yox, çünki bir dəqiqəlik video ilə heç bir insan belə sən deyə maariflənən deyil. Sadəcə olaraq hardasa maraqlandırmaq üçün. Sən də mən də bilirik ki, bu pul gətirən bir şey deyil. Və Öz missiyanı yerinə yetirirsən demək olar. eləyirəm, mən xoşuma gəlir ki, oturum tutaq ki, nə bilim, Nazım Hikmətdən danışım. Və yaxud ki, xoşuma gəlir ki, mən oturum, nə bilim, Brodskidən danışım və yaxud kimdənsə. Bir də insan məsəl nəyisə özü öyrənəndə, bu bizdə biraz bu insanlara xas olan xasiyyətdir. İnsan özü nəsə öyrənəndə istəyir ki, bütün dünyaya car çəksin ki, abala, bəs belə olub, Exupéry belə eləyib, nə bilim, tutaq ki, Sartre belə deyib, Camus belə deyib. Bu çox maraqlıdır. Adam istəyir ki, bununla bölüşsün. Razıyam, amma hamı bizim kimi fikirləşmir. Özləri bilərlər. Kimin üçünsə maraqlı olacaq, kimin üçünsə maraqlı olmayacaq. Tək Amma hamı belə buna rəğmən, məsəl üçün Xəzər televiziyası çox belə həvəslə dedilər ki, gəlin bunu efirdə eləyək. Yəni bu dəqiqə Xəzərdə hansısa məsələn 6-7 dəfə gedir gün ərzində sən baxıb məsələn 1 dəqiqəlik rolik görə bilərsən ki, tutaq ki, Freddie Mercury kim olub və yaxud da ki, nəyə görə tutaq ki, Shakespeare oxumaq lazımdır, nəyə görə nə bilim Exupéry-ni oxumaq lazımdır və yaxud da ki, nə bilim milyon dənə şeylər var da, Əliağa Vahidi, Nəsimini. Doğrudan biz oturub fikirləşirik ki, nə bilim İmadəddin Nəsimi, Azərbaycanın şairi falan bizim mahiyyətini heç olmasa 1 dəqiqəlikdə heç olmasa bir balaca mahiyyətini bilək ki, bizim üçün maraqlı olsun, gedək onun oxuyaq, görək bu adam nə yazıb. Yəni bizim elementar olaraq biz danışdığımız dil Azərbaycan dilidir və bu Azərbaycan dilində biz danışdığımız üçün biz kimlərə borcluyuq? Biz bunu bilirik. Çox sağ ol gəldin. Çox sağ ol fikirlərini, yaşadıqlarını, əvvəlki təcrübələrini, indiki təcrübələrini hamısını toplasaq bizimlə bölüşdün. Minnətdaram vaxt ayırdığın üçün.
Sağ ol, çox sağ ol. Hələ mən tez-tez gələcəm bura. İnşallah. Çox sağ ol. Sağ ol. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənib dostlara paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.